Salam əziz müştərilər, bugün sizə Sublimas şirkəti olaraq qarşınızda 3 cür fiber lazer aparatını təqdim etmək istəyirəm. Gördüyünüz kimi masada 3 ədəd fiber lazer aparatımız var. Bunlar hamısı eyni görsənsə də əslində wattlarına görə bir-birlərindən fərqlidir. Həm watt, həm də ölçülərinə görə, yəni lazer etmə ölçülərinə görə bir-birlərindən fərqlidir. Məsəl üçün 20 wattlıq aparatımız var, 30 watt, bir də 50 wattlıq aparatımız var. Wattların gücünə görə qiymətlərdə də biraz fərq var avadanlıqlar arasında. Bugün sizə demo olaraq biz 30 wattlıq aparatda termos üzərində fiber lazer çapını göstərəcəm və bu cür vizitka üzərində yazı yazacağım. Yəni boyanmış vizitkadır, onun üzərində yazı yazacağıq. Gəlin göstərə operator bugün Cima operatorumuz bugün bizə kömək eləyəcək. Öncə fiber termosdan başlayaq. Nəzərinizə çatdırım ki, hər məhsulun hündürlüyünə görə başlıq ayarlanmalıdır. Görürsünüz, burada 3 dənə nöqtə var. Deməli, bu fokuslanmır. Fokuslanmaq üçün nə edirik? Bunu döndəririk. 3 nöqtə bir nöqtədə birləşənə qədər biz bunu bu formada ayarlayırıq. Bir nöqtədə birləşdi, artıq avadanlığımız belə deyək, fiber çap üçün fiber lazer üçün artıq ayarlanmışdır. İndi Dima'dan xahiş eləyək bizim üçün oradan öncə işığı göstərsin, işıqda görən necə görsənir. Öncədən necə çıxacağını bax burada göstər operatordan. Baxsın və burada necə çıxacaq təxminən göstərir. Biz buna uyğun termosun yerini düzəldə bilərik, əyriliyini yaxud formada istədiyimiz formaya gətirə bilərik. Buyur, təzədən çapı ver, baxaq. Gördüyünüz kimi necə gözəl çıxardı. Axırda təmizləyəmə kimi bir funksiyası var, axırıncısını təmizləyir. Tamam. Götürəndən sonra görürsünüz necə gözəl çıxdı. Belə adətən silirəm. O artıq qalmış kraskanı da oradan təmizləyirik ki, necə gözəl effekti olması görsənsin. Gördüyünüz kimi necə qızılı formada effekt verdi. Mən telefon bu effekti çatdırmır, bilmirəm. Görsəniz, yoxsa görsənirsə. Kim görmək istəyir, bizim ofisimizə yaxınlaşıb görə bilər, yəni nə cür bir şey elədiyini. Mən buna demo kimi qoyacağım. Sonra keçək bu cürünə vizit kartımıza. Bunu salırıq. Buna görə, yəni hündürlüyü dəyişdiyinə görə yenidən fokuslayırıq. Yenidən fokuslayaq. 3 nöqtə bir nöqtədə birləşsin. Tamamdır. Bir nöqtədə birləşdi, artıq fokuslandı. Operatorumuzdan yenə xahiş edək, bizim hazırlanmış orada bir vizitkamız var idi, onu versin. İşığını ver, görə yeri hara düşür. Yeri normaldır. Çoxlu tirajımız olanda bunlar bağlanılır yerinə uyğun. Ona uyğun artıq işi görmək olur. Yəni bir dəfə yerini tuturuq. İkinci səfərə ehtiyac olmur. Bu yenidən ver, yandırsın, görün necə çıxır burada. Tamamdır. Görürsünüz necə dəqiq, net bir şəkil əmələ gəldi. Bu cür çox məhsulun üzərində, dəmir məhsulların üzərində, brlokların üzərində, açarlıqların üzərində, istənilən dəmir məhsulun üzərində siz bu cür qravirovka, markirovka işlərini görə bilərsiniz. Yəni avadanlıqlarımızla yaxından tanış olmaq istəyirsinizsə, bizim ofisə yaxınlaşa bilərsiniz. Ətraflı bizim ofisdə işlərinizi gətirin, nümunələr sizə eləyək, baxın keyfiyyətinə. Onu da deyim sizə, bu dəqiqə Azərbaycanda ən uyğun fiber lazerlara ən uyğun qiymət bizim ofisdədir. Avadanlıqlarımıza zəmanət də verilir, personallı kurs da keçirik, gəlir yerində quraşdırırıq, başa salırıq necə işləmək lazımdır. Bugünlük bizdən bu qədər. İnşallah, əgər avadanlıqlar sizə maraqlıdırsa, sublim.az saytına
daxil olub və yaxud videoda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Daha geniş məlumat vermək bizim işimizdir. Təşəkkürlər, çox sağ olun.